Salam əziz izləyicilər. Bugün 7 iyunda 4-cü qrupda keçirilmiş qəbul imtahanının testlərinin izahını verəcəm sizə. Deməli 31-ci sualdan başlayaq. Deyir, duzun tam elektrolizi zamanı Y elektrodunda əmələ gələn maddənin kütləsini hesablayın. Deməli baxırıq ki, qabda 400 qram 20%li mis2 sulfat məhlulu var. Və biz burada 400-ün 20%-ni tapaq. 400-ün 20%-ni tapırıq, vururuq 20-yə, bölürük 100-ə, eləyəcək 80 qram. Deməli 80 qram mis2 sulfat duzu var bu məhlulda. Və elektrolizə uğradıqda, gəlin elektrolizini yazaq. Suda məhlulun elektrolizinin üzərinə su gəlirik. Burada deməli katodda alınacaq mis, anodda oksigen, məhlulda isə sulfat turşusu H2SO4. Əmsallaşdırırıq. İlk öncə elektroliz tənliklərində suyun əmsalına 2 yazanda daha rahat əmsallaşdırma olur. Demək olar ki, yəni əgər əmsal düşürsə tənlikdə həmişə suyun əmsalında 2 olur. Onda mis2 sulfata 1-2, mis2 düzəlir. Deməli, bizdən soruşduğu nədir? Deyir, əmələ gələn Y elektrodunda əmələ gələn maddənin kütləsini hesablayın. Baxırıq ki, X müsbət yüklüdür, Y elektrodu mənfi yüklüdür. Yəni qütbü daha doğrusu X müsbət yüklü qütb, bilirik ki, anoddur, anod. Mənfi yüklü qütb isə katoddur, katod. Katyonla katod və ya anion, anod bunları qarışdırmayın, bunlar əksinə olur. Məsələn, katyon müsbətdir, amma katod mənfidir. Anion mənfidir, anod müsbətdir. İndi bizə deyir Y elektrodunda. Y-də artıq katodda, yəni əmələ gələn məhsul nədir? Biz baxırıq ki, burada misdir. Yəni biz burada misi tapmalıyıq. Misin üzərinə bir dənə yazaq. Qramla soruşur bizdən. A qram, özü də altdan 64-ü 2-yə vuranda 128 qram. Və biz mis2 sulfatı 80 qram tapdıq. Altdan özünün də emiri 160-dır, 2-yə vuranda 320. Tənasübdən A-nı tapırıq. A da bərabər olacaq. İxtisar gedəndə 4 qalır. 128-i də 4-ə böləndə 32. Bəli, demək olsun ki, D variantı doğrudur. 32-ci sualda. Tərkibində mürəkkəb efir qrupu olan hansı iri molekulu birləşmə polikondensləşmə reaksiyası ilə alınır? Deməli, burada elə doğru cavab lavsandır. Çünki lavsan həm polikondensləşmə reaksiyası ilə alınır, həm də lavsan poliefir lifidir. Bilirik ki, yəni bir tərkibində etilen glikol və triftal turşusudur. Bunların polikondensləşməsini alınır. Həm spirt, həm turşu var və poliefir lifi sayılır. Həm də polikondensləşmədən alınır. Doğru cavab lavsandır. 33-cü sualda maddə deməli karbon turşusudur. Molekulunda CH rabitəsinin sayı 5-dir. Deməli ümumi formu CnH2n plus 1 COOH. Burada CH rabitəsi deyəndə C-yə birləşən H-dar. Yəni bunların arasında 5 rabitə var. Yəni işarə qoyduğum 2n plus 1. Yəni bunun sayı 5-ə bərabərdir. COH-ın içindəki digər H-ı buna qatmırıq. Yəni buradan da 2n bərabər olacaq 4-ə, n də bərabər olacaq 2-yə. Deməli, n də burada 2-dirsə, artıq yerinə qoyanda C2H5COOH bu turşunu alırıq. Və bizə deyir ki, həmin bu turşunun indi yazıb cədvəldəki siniflər arası izomerinin hidroliz məhsulları. Bu turşudursa, bunun siniflər arası izomeri mürəkkəb efirdir. İndi mürəkkəb efirdə də eyni sayda, yəni buradakı qədər 3 karbon olmalıdır və onun hidroliz məhsulları X ilə Y. Biz də bilirik ki, mürəkkəb efir hidrolizə uğrayanda oradan spirtlə turşu əmələ gəlir və bizə deyir ki, Y gümüş güzlü reaksiyasına daxil olursa, spirt əlbəttə ki, gümüş güzlü reaksiyasına girmir, turşulardan da bir dənə qarışqa turşusu gelir, aldehid qrupu saxladığına görə. Deməli, burada bu mürəkkəb efirin içindəki turşu elə qarışqa turşusuymuş. Onda bu mürəkkəb efir olacaq HCOO C2H5. Yəni 3 karbonu olan mürəkkəb efir ancaq bu formada ola bilər ki, turşu hissə olsun qarışqa turşusu, spirt isə etil spirti. Və burada deməli, əgər Y gümüş güzlü reaksiyasına daxil olursa, Y qarışqa turşusudur. Onda X də olacaq, burada C2H5OH etil spirti. İndi bizdən də X molekulunda atomların ümumi sayını hesablayın. Toplayaq. 2, 5, 1, 1, 7, bu da 2, 9 atom var. Doğru cavab 9. 34-cü sual. Benzol və tololdan ibarət 20 qram qarışığın, deməli benzol C6H6, tolol C7H8, ümumilikdə 20 qramdır. 20 qram. İndi kalium permanganatın suda məhlullə oksiləşməsi zamanı bilirik ki, benzol oksiləşməyəcək, oksiləşən elə tolol olacaq.
və deyir oksidaşməsi zamanı üzüm maddələrdən biri tam sərf olunmuş və 12,2 qram turşu almışdır. Yəni reaksiyanı yazaq. Qısa tənliklə elə yaza bilərik ki, tolol C7H8 oksidləşəndə buradan alınacaq benzoy turşusu C6H5COOH buna çevrilir. Yəni tololu bilirik ki, açıq sikllə qursaq CH3. Oksidləşəndə həmin o radikal CH3 çevrilir olur COOH. Yəni bu da benzoy turşusudur. Yəni burada altdan emirlərini yazsaq 78 benzoldur. Daha doğrusu biz tololu yazmışlar. Tolol 92'dir. Alınan benzoy turşusu 122'dir. Və bizə verib 12,2 qram turşu alınıb. Üzərinə 12,2 yazsaq, x qoysaq buradan tololun qiyməti çıxacaq 9,2 qram. Deməli 9,2 qram əgər tolol varsa, ümumi də 20 qram qarışıqdır. 20-dən də çıxırıq 9,2-ni. Deməli yerdə nə qalacaq? 10,8. 10,8 qram da burada deməli benzol var. Yəni C6H6 var. Bizdən də benzolun qarşılıqda benzolun kütlə payını istəyir. Yəni 10,8 ümumi qarşılığın 20-nin neçə faizini təşkil edir? 10,8-i 20-yə bölüb vururuq 100-ə. Bu da eləyəcək 5,4 54 faiz. Doğru cavab A variantı. 35-ci sual. Ammonium sulfatın hansı maddələrin suda məhlulları ilə reaksiyası axıra qədər gedir? Deməli, ammonium sulfat NH4, 2SO4. Yoxlayaq bir-bir. Məsələn, birinci barium xlorid. Üzərinə barium xlorid gəlsək, görək gedirmi reaksiya? Bəli, buradan alınır NH4 xlor plus barium SO4 və barium SO4 də çöküntüdür. Çöküntü aldığına görə, yəni duzla duz reaksiya girəndə demişik çöküntü alınarsa əgər axıra qədər gedər reaksiya. Bəli, bu doğrudur. Biri 1-dir. Sonra xlorid turşusuna. Xlorid turşusu ammonium sulfatına reaksiya daxil olmaz. Çünki sulfatı çıxara bilməz xlorid turşusu. İkinci daxil olmayacaq. Üçüncü, natrium hidroksidlə. Deməli, ammonium sulfat üzərinə natrium hidroksid gəlsək, burada mübadilə reaksiyası gedir. Natrium sulfat alınır, natrium 2SO4, NH4 OH-dan birləşir. Amma ammonium hidroksid davamsız parçalanır ammoniaka, NH3-ə, bir də suya. Ammoniak qazı alınır, su alınır. Ona görə elə bu reaksiya axıra qədər gedir. Buradan qaz və su alınır. Deməli, biri də 3-dür. Dördüncü kalium nitrat. Kalium nitrat ammonium sulfatla, ümumiyyətlə kaliumla ammoniumun duzları bir-birindən reaksiya daxil olmur. Çünki heç birinin çöküntüsü yoxdur. Reaksiyadan çöküntü alınmır. Doğru cavab olacaq 1-3 Y variantı. 36-cı sual. Etil spirti və 9,2 qram gliserindən ibarət qarışığın artıq miqdarda götürülmüş natriumla reaksiyasından 5,6 litr hidrogen almışdır. Deməli, biz bilirik ki, etil spirti C2H5OH, buradan alınan hidrogen, elə qısa tənliklə desək, əmsallaşdırsa 0,5 mol hidrogen alınır. Sonra digəri isə C3H5 gliserin OH3. Buradan isə axı 3H-dır, 3 hidrogen atomu çıxanda 1,5H2 şəklində ayrılır. Belə. İndi 9,2 qram gliserini verib. 9,2 özünün də emiri 92-dir. Buradan alınan hidrogeni bir dənə tapaq. Deməli, üstünə 2, altdan da litrlə 22,4-ü 1,5-ə vursaq, 33,6 litr. Buradan da x bərabər olacaq 3,36 litrə. Belə, deməli 3,36 litr elə gliserinin reaksiyasından alınıb. Axı toplam da 5,6 litr hidrogen alınıb. 5,6-dan da çıxırıq 3,36-nı. Bu da deməli neçə eləyəcək? Yenə çıxaq. Deməli 5,6 çıxasan 3,36. Bu da eləyəcək 2,124. 2,124 litr hidrogen isə deməli birinci etil spirtin reaksiyasından alınıb. Gətirib etil spirtində alınan hidrogen üzərinə yazaq 2,124 litr. Özü də 22,4-ü 0,5-ə vuranda 11,2 litr. Və etil spirtinin kütləsini tapırıq. Üstünə bir y qram, özü də 46. Buradan da y bərabər olacaq. Deməli 9,2. Doğru cavab 9,2. 37-ci sual. X maddəsini müəyyən edin. Baxırıq ki, X-in üzərinə hidrogen gəlinib, alınıb etil spirti. Etil spirti də miso ilə, mis2 oksidlə oksidləşir. Oksidləşməyə girir. Buradan da alınır X. İlk öncə elə C2H5OH-ın miso ilə reaksiyasını yazsaq, açıq yazırıq CH3, CH2OH. Üzərinə gəlirik miso. Bilirik ki, birli spirtdir. Birli spirt oksidləşəndə aldehid alınacaq. Alınacaq CH3COH plus mis plus su.
Deməli buradan alındı aldehid və deməli X maddəsi aldehiddir. Həqiqətən aldehid də hidrogenləşəndə, indi təkrar bax bu aldehidin üzərinə ətrafını silsək, plus hidrogen gəlsək, burada da alınacaq CH3, CH2, OH çevrilir 1:1-dən. Yəni bir sözlə X maddəsi burada sirkə aldehididir. A variantı. 38-ci sual. X, Y vəziyyəti müəyyən edin. Deməli, X nə olsa, hansı maddə olsa, qatı nitratla reaksiya girsə bu şəkildə XNO2, NO2, bir də su alınır. Bəli, burada deməli mis metalı uyğun gəlir. Çünki dəmir 3 valentlidir. Ona görə məsələn dəmiri götürə bilmərik. Həm də dəmirin qatı nitratla reduksiya məhsulu NO-dur, NO2 deyil. Deməli, X olacaq mis. Sonra deməli hansı burada indi qeyri-metallar veribdir Y üçün. Hansı qeyri-metal olsa bu şəkildə girər. YO2, NO2 suallar. Həqiqətən karbon uyğun gəlir. Çünki karbon qatı nitratla reaksiyasına alınır CO2, NO2 su. Deməli Y olacaq karbon. Digəri isə kükürt olacaq Z. Çünki kükürt qatı nitratla reaksiya girəndə H2SO4, NO2 və su əmələ gəlir. Yəni yerinə qoyanda ödənir. Deməli, bu da kükürt olacaq. Mis, karbon, kükürt elə doğru cavab A variantı. 39-cu sual. Burada deməli bir neçə reaksiya gedir. Kalium permanganat məsəl üçün parçalananda kalium deməli manqan-O4 parçalanır. Kalium 2 manqan-O4 plus manqan-O2 plus O2 bu şəkildə parçalanır. Kalium xloro3 də kalium xloro3 oxun üzərində manqan-O2 katalizatının iştirakında parçalanır. Kalium xlora, bir də oksigenə parçalanır. Bir də burada bir reaksiya var ki, kalium xloro3-ün üstünə H-xlor gəliblər aşağıya doğru. Hər birini yazsaq bütün maddələri görərik. Üzərinə H-xlor gələndə buradan kalium xlor, xlor2 plus su, H2O alınır. İndi bu Y deməli oksigen olacaq. Çünki həm kalium permanganatın parçalanmasından alındı, həm də kalium xloratın hər ikisindən ortaq alınan maddə oksigendir. Deməli Y oksigendirsə əgər kənarda yazaq. Bax. Yazıram kənarda X, Y və Y oldu oksigen. Görə X nədir? İndi kalium xloro3-ün H-xlorla reaksiyasına nə alınsa, onun da elektrolizi ilə oksigen alınır. Aşağıda görürük ki, H-xlorla reaksiyasına alınıb kalium xlor, xlor2 su. Kalium xlorun elektrolizi ilə oksigen alınmaz. Sadəcə elektrolizi eləyib də. Heç ümumiyyətlə suda məhlulundan da alına bilməz, ərintisindən də. Amma H2O olsa X, X-in yerinə H2O qoysaq, o da elektrolizi uğrayar, hidrogen və oksigen alınır. Deməli, X də suymuş. X-dən Y-i bildik. X sudur, Y oksigendir. Görək hansı reaksiyalar baş verir. Birinci X-in üzərinə mis gələndə. Mis suyuna reaksiya girmir. Deməli, bir yanlışdır. Y oksigendir. Oksigen CO ilə girir. Alınır buradan CO2. İkinci doğrudur. X kükürtlə, su kükürtlə reaksiya girmir. Y amonyakla, bəli, oksigen amonyakla hətta iki cür reaksiya girir. Yanma reaksiyası var, katatik oksitləşməsi var. Yəni 4 doğrudur. Sonra X florla, X sudur. Bəli, flor da su ilə girir. Reaksiya belədir. Florun üzərinə su gələndə alınır H flor plus O2. Bu şəkildə gedir. Deməli, 5-ci də doğrudur. 2, 4, 5 A variantı. Növbəti suala keçək. 48-ci sual. Burada deyir, eyni mol miqdarda götürülmüş hansı metal ilə reaksiya daha çox xlor turşusu sərf olunar. Deməli, burada baxırıq ki, məsəl üçün B variantı ekvivalentlidir. C variantı xlor turşusuna yenə ekvivalentdə girir. Dəyişkən də düzdür dəmir, amma ekvivalentdə girir xlor turşusu ilə. Sink də ekvivalentlidir. Bunlardan eyni alınacaq. Bunları da yoxlasaq, məsəl üçün, elə tutalım birini yoxlayırıq. Magnezium üstəgəl H-xlor, buradan alınır magnezium xlor 2 plus H2, H-xlora 2 düşür. Yəni 1 mol magneziumdan 1 mol hidrogen alınır. Bizdən daha çox yox, hidrogen soruşmur, sərf olunan xlor turşusunu soruşur. Aha, 1 moluna 2 mol xlor turşusu sərf olunur. Deməli, 2 budur, 2 budur, 2 budur, eynidir bunlar. Yəni bunun heç biri deyil. Heç biri olmayacaq. Nəyə görə? Çünki daha eyni bir rəqəm üçündə də var. Natriumda da yazsaq görərsiniz ki, həqiqətən bir H-xlor sərf olunur. Deməli, natrium üzərinə H-xlor gəlsə, alınır natrium, xlorid plus H2. Burada əmsallaşdıranda bura 2 düşür, bura 2. Deməli, ikisinə 2-dirsə, birinə də 1 H-xlor. Bu da 1-dir. Əlbəttə ki, cavab olacaq alüminium. Alüminiumu yazıb göstərə bilərik ki, alüminium üzərinə H-xlor gələndə buradan alınır alüminium xlor 3 plus H2. Bura bir 2 yazsaq. Bura bir 6 düşəcək, 3 düşəcək, 2 düşəcək. Deməli, ikisinə 6-sı, birinə də 3-ü sərf olunur. Bəli, doğru cavab olacaq alüminium. 49-cu sual. R1 və R2 alkil radikalları birləşdikdə izomeri olmayan alkan amilə gələrsə. Deməli, R1 ilə R2 birləşəndə izomeri olmayan alkan amilə gəlir. İzomeri olmayan alkanlar hansılardır?
metandır, etandır, propandır. Aha, indi metan necə əmələ gələ bilər 2 dənə radikaldan? O deyil. Etan da əmələ gələr ancaq eyni radikaldan 2 dənə metildən yarana bilər. Burada R1 ilə R2 indi fərqli radikallar da birini R1 yazıb, birini R2 yazıb. Deməli bunun biri artıq propan qaldı əlimizdə. Deməli bunun biri metildir, biri etildir. Deməli yerinə qoysaq, biri metil olsa, ortada CH xlor, digər etil CH2, CH3. İndi bunun üzərinə qələmin spirtdə məhlulu natrum OH plus natrum OH spirtdə məhlulu. Burada alkenin alınmasıdır. Xlor çıxacaq. Buradan xlor çıxır. Qonşuda hidrogen az olandan hidrogen çıxacaq və ortada ikinci qat əmələ gələcək. Olacaq CH3, CH, 2 qat, CH, CH3. Buten 2 əmələ gəlir. İndi hansı ifadələr doğru deyil? Deməli birinci SS sigma rabitənin sayı 4-dür. Deməli 1, 1. Sonra bu 2-nin biri, bir də bu 1. 3 dənədir SS sigma rabitə. Elə səhvin biri 1-dir. Kimya formulu C5H10 deyil. C4H8-dir. İkinci də səhvdir. Karbon atomların hibrid orbitallarının ümumi sayı 14-dür. Deməli burada sp3-dür. Kənardakılar sp3-dür. Ortadakılar sp2-dir. Bundan 4-ü çıxır, 3-ü çıxır, 3-ü çıxır, 4-ü çıxır. 6, 6, 12 eləyir. Deməli bizə deyir ki, karbon atomların hibrid orbitallarının sayı 14-dür. Deməli 6, 6, 4, 4 elədi 8, 3, 3, 6. Daha doğrusu 14 deyir. 12 eləmir, 14 deyir. Ortadakılardan 3, 3, 6-sı çıxır. Kənarda 4, 4, 8, 8 ilə də 6-ın cəmi 14. Onda 3-cü doğru olacaq. 4-də deyir homoloji sıranın 3-cü nümayəndəsidir. Deməli, ilk nümayəndə etilen, sonra propen, sonra buten. Bəli, 3-cü nümayəndədir. O doğrudur. Onda doğrudur, götürməyəcəyik. Bizə səhvlər lazımdır da. Sonra deyir CH rabitənin sayı 6-dır. 8-dir. C4H8-dir, CH rabitənin sayı deməli 8-dir. 5-ci də səhvdir. Doğru cavab 1, 2, 5. 50-ci sualda deməli ilk öncə axırdan başlasaq, burada daha uyğun olar. S üstəgəl O2, buradan nə alınacaq? SO2. Deməli Z oldu SO2. İndi Z SO2-dirsə, bir də natrium qaz sulfatla reaksiyasına natrium sulfat, bir də su ilə H2 salınır. İndi Z də SO2-dir. Nəyin üstünə SO2 gəlsək S alaraq? Əlbəttə ki H2-sin. Deməli X H2S'dir. Onda Y sudur. Çünki H2S üstəgəl SO2 alınır S plus H2O. Altda Y, yenə Y qalınıb burada fikir verirsə. Deməli Y sudur. X H2S'dir, Z də SO2-dir. Variantı. 51-ci sualda deyir hansı ifadələr kül üçün doğru deyil? Suda həll olmur, doğrudur. Biz yanlışlar axtaraq. Hidrogenlə reaksiyada reduksiyacıdır. Deməli hidrogenlə kükürt reaksiya girəndə buradan H2 salınır. Kükürt sıfırdan gəlir -2-yə, üstü azalır. Reduksiya olunur, olur oksidləşdirici. Bu bizə reduksiyacı deyir. Deməli səhvin biri budur. Oksigenlə reaksiyada reduksiyacıdır. Oksigenlə reaksiya girəndə alınır SO2, sıfırdan gəlir -4-də. Oksidləşir, reduksiya edici olur. Bəli, bu doğrudur. Doğrudur deyə götürməyəcəyik, biz səhvlər axtarıq. Bütün halogenlərlə reaksiya daxil olur. Kükürt yodla daxil olmur. Digər halogenlərlə olur. Ona görə yanlış ifadədir. Biri də 4-dür. Doğru cavab 2, 4. İkinci sual. Deyir, maddələr X, Y, Z-dir. Molekuluna kimyəvi rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayı 4, 3, 2. Deməli, variantlara baxın. Variantlarda ammonyak var, metan var, bir də su var. Hər birini bir dənə deyək. Deməli, ammonyak NH3. Burada azotdan 3 dənə rabitə çıxır. Əslində, burada azot sp3-dür hibridləşməsi. Ümumi hibrid orbital desə, cavabımız 4 olar burada. Amma rabitə yaranmasını iştirak edən hibrid orbital deyəndə rabitənin sayı qədər 3 olacaq. Deməli, 3 olan Y olacaq ammonyak, NH3. Sonra 4 olan, məsələn, CH4. CH4-də elə 4 dənə rabitə var. Əslində, burada da yəni karbon sp3-dür. Həm hibrid orbitalının sayı ümumiyyətlə soruşsa 4 çıxır, 4 hibrid çıxır. Həm də rabitə əmələ gəlmədə deyəndə yenə 4. 4-ünü də rabitəyə sərf edib. Deməli, X olacaq CH4. Bir də su, H2O. Burada yenə oksigen sp3-dür hibridləşmə. sp3-dür. Amma rabitə əmələ gəlmədə iştirak edən hibrid orbital deyəndə 2 rabitəsi var. 2 olacaq. 2 olan Z də H2O-dur. Metan, ammonyak və H2O C variantı. 53-cü sualda deyir, müəyyən şəraitdə hidrogen və azot arasında baş verən reaksiya zamanı reaksiya daxil olan və alınan qaz qarışımının ümumi mol miqdarının zamandan asılı olaraq dəyişmə qrafikinə əsasən ta bir anına qədər reaksiya daxil olmuş hidrogenin mol sayını hesablayın. Deməli, biz burada baxırıq ki, ilk öncə bunlar hidrogenlə azot olublar 120 mol.
Sonra isə düşüblər sərf olunandan sonra alınan məhsul başlanğıcdan da artıq qalan ola bilər. Ümumilikdə düşüb 96-ya. Və deməli burada 120-dən çıxırıq 96-nı. Bu eləyəcək 24. 24 mol burada nə var? Azalma var. Azalma ilə gedir. Bu amoniakın alma suallarında azalma ilə gedir. Bir dənə baxın reaksiya. Buradan alınır NH3, bura 2, bura 3. Ümumiyyətlə 1, 3, 2. Toplasaq 4, bu da 2-dir. 4-dən 2-yə gəlir. 4-dən 2-ni çıxanda da 2 eləyir. Alınan amoniak da 2-dir. Yəni amoniakın alınma reaksiyalarında həmişə bu çox qısa bir yol, yəni rahat bir yoldur ki, amoniakın əmələ gəlmə reaksiyasında azalma nə qədərdirsə, əmələ gələn amoniak da o qədərdir. Bax, bu bir qayda kimi bunu qeyd edə bilərsiniz. Deməli, onda burada azalma 24 molsa, deməli 24 mol amoniak əmələ gəlib. Bu o deməkdir, özü də 2 mol. Və bizdən nəyi soruşur? Reaksiya daxil olmuş hidrogen mol sayı x qoyaq, altdan da 3, x də bərabər olacaq 12, 3-ə də vuranda 36. Deməli, 36 mol hidrogen reaksiya daxil olub. Doğru cavab 36. 54-cü sualda reaksiya daxil olan maddələr natrium hidroksid və orta fosfat turşusudur. Alınan məhsul da natrium H2 PO4 verib cədvəldə. Bir də su əmələ gəlir plus H2O. Və burada əmsala ehtiyac yoxdur. İndi natrium hidroksidin kütləsini verib 8 qram, özü də kütləsi 40 qramdır. Və bizdən H3PO4-ü soruşur. X, özünün də emiri 98. Buradan x bərabərdir. Deməli, 5-ə bölünüb. 98-i böləcək 5-ə. Dəqiqə. 98 bölünsün 5. 19,6. Deməli, 19,6 qram. Burada orta fosfat turşusu sərf olunubdur. 40-cı suala baxaq. Deməli, burada deyir, eyni temperaturda, bərabər həcmli qapalı qablarda baş verən reaksiyaların sürətlərini müqayisə edin. Deməli, hər birini gah qramdan verib, gah da mollan veribdir. Gəlin, bax, birinci qabda 14 qram N2. 14 qram N2, N2-nin emiri 28-dir. Bu 0,5 mol deməkdir. 0,5 N2 deməkdir, molla ifadə edək. Hidrogen də deməli 14 qram hidrogen normalda emiri 2 qramdır. 14-ü 2-yə böləndə 7 mol hidrogen deməkdir. Bu yazdıqlarımız artıq moldur. Bu şəkildə bir dənə qeyd edək. Və buradan sürətin kinetik tənliyin quraq. Deməli, reaksiya özü normalda yuxarıda bir dənə yazaq. N2 plus H2 alınır NH3, bura 2, bura 3. Bu sürətin kinetik tənliyi V bərabərdir K vurulsun N2-nin qatılığı vurulsun H2-nin qatılığının kubu. İndi biz bunu aşağıda N2-nin qatılığı olanda olacaq 0,5. Yəni bizim sürətimiz olacaq da V1, belə yazaq V1 bərabərdir K vurulsun. K burada onsuz da eynidir. K-nı yazmaya da bilərik. Nəsə 0,5 vurulsun 7-nin kubu. Bu olacaq belə. 7-nin kubu. Sonra ikincidə indi bunu hesablaya da bilərik. Belə baxanda da görmək olur. İkinci qabda 14 qram N2, yenə 0,5 N2 var. 14 mol H2-dir bu dəfə. Elə 14 H2 var. Onda burada V bərabərdir K vurulsun 0,5 vurulsun 14-ün kubu, hidrogen kubu daxı. Sonra üçüncüdə 14 mol N2, 14 N2-dir. 14 qram H2-də 14-ü 2, 7 mol H2-dir. Bu dəfə V bərabərdir K vurulsun 14 vurulsun 7-nin kubu. Belə, indi bu ifadələrdən hansı böyükdür, hansı kiçikdir? Əlbəttə görürük ki, ən kiçiyi 1-dir. İndi 2 ilə 3-ü dəqiqləşdirmək üçün, yəni buradan görməsək, məsəl üçün bir dənə vuraraq 0,5-i vuraq, 14 vurulsun, 14. 1372. Bax, bunun cavabı 1372 eləyəcək. Aşağıdakı isə 14 vur 7 vur 7 vur 7. 4802. Birincidəki onsuz da görürük, ən kiçiyidir içində və onu vurmadım ona görə. Deməli, bunların içində ən böyük 3-dür. Sonra ortada 2-dir, sonra da 1-dir. V3 V2-dən böyükdür, o da V1-dən. Doğru cavab B variantı. 41-ci sual. Gələn metallar X, Y, Z kütlələri də M bərabər kütlədə götürülübdür və tam reaksiyasına sərf olunan xlorun mol sayı müqayisəsini verib, metalın isbatının kütləsində soruşur. Yəni, bu tür suallar topluda da yetərincə var, çox işlənir bu suallardan. Nümunə kimi məsəl üçün yazıram litium, natrium, kalium. Litium kütləsi 7-dir, natrium 23-dür, kalium 39-dur. Tam hamısını eyni kütlədə götürsək, məsələn, 3-ün də 39 götürsək,
Hansından çox götürərik? Ən çox götürərik lityumdan. Yazıram çox. Orta miqdarı götürərik natriumdan, ən az da kaliumdan. Totalında 39-70 isə 1 kalium götürərik. Amma lityumdan isə 39-7-yə bölündə 5 tam neçə? Ən az da bundan götürür. İndi çox götürəndə çox xlor turşusu sərf olunur, az götürəndə az sərf olunur. Deməli N2 böyük verir. N2 böyük verirsə çox, o lityumdur. Məsəl üçün belə deyək də, nisbi atom kütləsi ən az olanındır. Yəni burada əksinə, bax A ilə N əksinə müqayisə olunur. Əgər N2 çoxdursa, onun qarşısındakı A2 elə ən kiçikdir. Görürsünüz, lityumun qabağına çox yazmışıq, amma lityum kütləsi 7-dir, ən kiçiyidir. Ona görə N2, N3-dən, o da N3-dən böyüksə, biz isə A3 böyükdür, A1 böyükdür, A2 götürəcək, C variantı. Tamamilə indekslər əksinə olacaq. Belə. Sonra 42-ci sualda deyir, maddə amin turşudur. Tripeptidin molyar kütləsi 231-dir. Deməli, tripeptid, yəni 3 amin turşu buradan polikondensləşib alınıb tripeptid və 1 mol əskikdə su əmələ gəlir. Yəni 3-dən 1-in çıxanda 2 molda su alınır. Bu təlinin üzərində işləyək. Tripeptidin molyar kütləsini verib bizə 231 ml-dir. Su da 18-i 2-yə vuranda 36-dır. Bu da 3A qeyd eləsə ilə əmsalına vururuq. Maddə kütləsinin saxlanma qanununa görə 3A bərabər olacaq. 231-in üstünə 36 gələndə 69, 260, daha doğrusu 7, 267. A da bərabər olacaq 89. Aha, A da olacaq 89. İndi emiri 89 olan amin turşuda neçə karbon var? Biz bunu müəyyən edək. Deməli, əslində yəni tanıyırıq, məsəl üçün ilk nümayəndə glisin 75-dir. Bu da ondan 14 qram çox, 89, yəni alanindir. İndi tanımırıqsa, tutalım ümumi formunu çıxarmaq istəyirik. Amin turşu CnH2n, NH2, COOH. Opşi emerin bərabər eləyərik 89-a, 14n plus. Bu bizim vaxtımız aparır əslində, amma yenə də yazaq. 16 bu eləyəcək, 45-də bu eləyəcək, 61. 61 bərabərdir 89-a, 14n bərabərdir 28, n də olacaq ki, n 2-dirsə, COH-dakı karbonu buna qatmırıq da, ondan əlavə 2 karbon. İndi baxırıq ki, burada deməli neçə olmalıdır bu mötərizədə n qiyməti? 2. Deməli doğru cavabımız C variantı. 43-cü sualda deyir ki, fruktozanın açıq zəncirli quruluş formulunda hansı funksional qruplar var? Deməli, fruktoza 6 dənə karbondur, 4, 5, 6. İkinci karbonda keton qrupu var. Kənarlarda da H və OH-lar var. Elə yazaq bir dənə OH, burada OH yuxarı, H aşağı. HOH, HOH, HOH. Deməli, burada həm deməli keton qrupu var, belə deyək, keton qrupu. Həm də ki, OH qrupu. Baxırıq, o da hansı cavabdadır? OH qrupu və keton. Y variantı. Aha, Y variantı. Karbonil qrupudur bu. Doğru cavab olacaq Y. 44-cü sualda deyir ki, eyni kütlədə götürülmüş hidrogen və etandan ibarət qarışığın ümumi mol miqdarı 16 olarsa, hidrogen, bir də etan. Normalda bunların kütlələri 2 qram budur, 30 qram da budur. Eyni kütlədə, məsəl üçün, 30-30 götürsək. Hidrogendən 15 mol götürərik. Etandan da 1 mol götürərik. Amma bilmirik də, yəni eyni 30 qramdır. Bəlkə 30 deyil, başqa bir ədəddir. Ona görə yanına bir dənə də x yazırıq. 15x, bu da 1x. 15x-dən x-in cəmi 16x. İndi bu da bizə deyir ki, ümumi mol miqdarı 16-dır. Elə deməli, qoyduğumuz əslində düz idi. İndi bu üst-üstə düşdü də. İndi bəlkə 16 deyil, ümumi mol miqdarı 32-dir. Biz bu dəfə 16x-i 32-yə bərabər eləyərdik. Yəni x oldu 1. Elə deməli, həqiqətən birincidən elə 15 mol götürülüb, o birisindən də 1 mol götürülübdür. Onda 15 götürən ilə 30 qram bu olub, 30 qram da bu olub. Toplamda 60 qram olub qarışıq. Onda bir qarışığın ümumi kütləsi 60 qramdır, 1 doğru olacaq. Qarışıqda etanın həcmi 22,4 litrdir. Etan 1 moldur. Bəli, 1 moldur, o da 22,4 litrdir, o da doğrudur. Hidrogen 22,4 litr deyil, çünki 15 mol hidrogen var. 15 vurulsun 22,4, o da böyük bir ədəd eləyəcək. Doğru cavab 1-2 D variantı. 45-ci sual. Deməli, burada deyir, oksidaşmir reduksiya reaksiyalarını müəyyən edin. Deməli, birincidə sinklə H-xlor reaksiya girəndə, reaksiyada bəsit maddə varsa, bu 100-100-dür ki, burada oksidaşmə dərəcəsi dəyişir. Deməli, burada sinkin də, hətta hidrogenin də oksidaşmə dərəcəsi dəyişir. Deməli, sink plus H-xlor reaksiya belədir də, sink xlor 2 plus H2. Bəli, birinci uyğundur. Natrium oksid su ilə reaksiyaya girəndə, buradan sadəcə alınır natrium OH. Burada heç bir element oksidaşmə dərəcəsini dəyişmir. Üçüncü, kalsium karbidin su ilə reaksiyası.
Buradan alınır kalsium hidroksid, kalsium OH2 plus asetilen. Bu da oksidaşma redoks reaksiyası deyil. Karbon burada da -1'dir, burada da -1'dir, dəyişmir. -1. Aha. Deməli dəyişməyəcək 3-də də. 4-cü isə artıq elə reaksiyanın özü, reaksiyanın adı da etilenin oksidaşma reaksiyasıdır. Deməli etilen burada oksidaşacaq. Etilen kalium permanganatla reaksiyası. Buradan alınır etilen glikol. Sonra kalium OH, mangan O2. Burada karbon da dəyişir, mangan da dəyişir. Yəni yazmağa ehtiyac yoxdur buna. Deməli 1, 4. A variantı. 46-cı sualda deyir ki, 4-cü dövrün əlavə yarımqrup elementi X-dir. Atomda elektronların ümumi sayı S verib, P verib, D-ni verib. Deməli biz burada belə eləyək də, ilk öncə 4-cü dövrün əlavə yarımqrup metalını, məsəl üçün başdan 1s üstü 2, 2s üstü 2, başdan düzəyə ora qədər 2s p üstü 6, 3s üstü 2, 3p üstü 6, sonra 4s var, bir də 3d var. Əlbəttə ki, 4-cü dövrdürsə 4s də var. Yəni 4-cü təbəqatçılıqdır da. Bir də ki, əgər əlavə yarımqrup elementisə d də var. Amma bilmirik, bunların üstünü boş qoyuruq. Burada dəqiq bildiyimiz nədir? P-lərdir. 6 plus 6. Dəqiq bilirik ki, 12 dənə P var mütləq şəkildə. Cədvəldə də P-ni A plus 7 verib. Deməli, A plus 7 12-yə bərabərdir. A da olacaq 5. A da 5-dirsə, qoyaq yerinə. S-in sayı A plus 2-dir cədvəldə. 5 ilə 2-ci cəmi 7 dənə S olacaq. D də A-dır. Yəni 5 də D-nin sayıdır. D-nin üstündə yazırıq 5. S-imiz də 1s2, 2s2, 3s2. Bura qədər 6-sı var idi. Toplam 7 olması üçün 4s2-də 1 olsun gərək. Deməli, elektron formulu belə imiş. 3d üstü 5, 4s üstü 1. Birinci yanlışdır, doğruları soruşur. 6-cı B yarım qrupudur. Bəli, toplayanda 6-nı verir. Həm də D elementidir deyə B yarım qrupudur. İkinci doğrudur. 6 cütləşməmiş elektron var. Bəli, 5 dənə D-nin içindədir. Çəkib göstərsək, bir dənə də S-də var. Ümumilikdə 6 elektron var. 6 dənə, yəni cütləşməmiş elektron var. 3 doğrudur. Qeyri-metaldır, xeyri-metaldır. Hətta xrom elementidir. Ümumiyyətlə D elementləri metallardır. Yəni qeyri-metal deyil. Doğru cavab 2, 3. B variantı. 47-ci sualda halogenlər X, Y, nisbi atom kütlələri və radiuslarını verib. Deyir, nə doğrudur? Deməli, burada biz halogenlərdə bilirik ki, fluor, elə sadəcə fluor, belə yazaq, xlor, brom, yod. Yuxarıdan aşağı bunların həm ayirləri artır. Ayir artır. Həm də radius artır. Radius da neyinir? Artır. Artır. Deməli, eyni istiqamətdə artırlar. Yəni, bu X-dən Y-in mən ayirini necə müqayisə eləsəm, qarşısında da uyğun olaraq radiusunda elə müqayisə eləməliyəm. Əgər X Y-dən böyüksə, R1 R2-dən böyük olacaq. Və yaxud əksinə, Y X-dən böyüksə, R2 R1-dən. Yəni, bərabəri olmayacaq, A-la C ola bilməz. B-də Y X-dən böyükdürsə, onun qarşısında R2 R1-dən böyükdür. Bəli, B doğrudur. Qalan variantlar yanlışdır. Dəqiqə, baxdığımız 54 idi. 47. Bunların yeri, şəkillərin yeri dəyişib düşüb. Dəqiqə. Mən bunun yerin dəyişik izah eləmişəm. Deməli, 39-dan sonra mən 48-ə keçmişəm. Şəkillərin yeri dəyişik düşübdür. Yəni, bu səhifəni mən izah eləmişəm. Bu səhifəni izah eləmişəm. Onda növbəti səhifə. Bu səhifəni də izah elədim. Onda sonuncu səhifə keçirik 55-ci suala. Yerləri dəyişik düşüb. Deməli, 55-ci sualda deyir 4,4 qram mürəkkəb efirli hidrozindən 2,3 qram doymuş bir əsaslı karbon turşusu və 3 qram doymuş bir atomla spirt alınmışdır. Mürəkkəb efir molekulunda karbon atomları sayını müəyyən edin. Deməli, biz bilmirik də, yəni spirt də burada naməlumdur, turşu da naməlumdur, hətta mürəkkəb efirdə. Yəni, biz bunu sözlə yaza bilərik ki, efir, yazaq efir, plus su, suyu elə açıq, bildiyimiz elə burada H2O-dur. Buradan alınır turşu, plus spirt. Biz bilirik ki, bu reaksiyada əmsal yoxdur da. Doymuş bir atom spirtlə doymuş bir əsaslı karbon turşusu, bunların efirləşməsi və yaxud da efirin hidrolizi burada əmsal yoxdur. Birinci nisbətindədir. 4,4 qram mürəkkəb efir verib, 4,4 qram, 2,3 qram veribdir karbon turşusu, üstünə qeyd eləyək hamısını. 3 qram spirtdir və burada bir dənə suyu tapa bilərik. Maddə küləsinin saxlanma qanuna görə. Sağ tərəfdə 5,3-dür. İndi biz bu 5,3-dən çıxırıq 4,4-ün. Deməli,
Aha, deməli sağ tərəfdə 5,3-dən 4,4-ün çıxanda x eləyəcək 0,9. Deməli bu oldu suyun reaksiyaya sərf olunan qiyməti 0,9. İndi altdan da öz kütləsini yazsaq suyun 18. Burada suyun hesabına artıq efirin də emirini tapa bilərik, turşunun da, spirtin də. Turşununki neçə olacaq? Baxırıq ki 20 dəfə artıq 2 onda 3-ü 20-yə vursaq 46, 3-ü də 20-yə vursaq 60. Deməli turşumuz 46-dır, nis molekul kütləsi spirtində 60-dır. Mürəkkəb efir molekulunda karbon atomları sayını müəyyən edin. Gəlin biz turşunu da spirti də müəyyən eləyək. Turşumuz deməli CnH2nO2 qapalı yazsaq 14n plus 32-ni bərabər etsək 46-ya 14n 14 olar, n olar 1. Turşumuz HCOOH buymuş. Spirtimiz CnH2n plus 1OH. Burada 14n plus 18 bərabərdir 60-a. 14n olacaq 42, n də olacaq 3. Deməli spirtdə C3H7OH. Buradan alınan mürəkkəb efiri bu turşu və bu spirtdən olacaq HCOOC3H7. Belə alınan mürəkkəb efirdə karbon atomları sayını müəyyən edin. 1 karbon oradadır, 3 də burada. Toplam eləyəcək deməli 4 karbon. 4 doğru cavabımız olacaq 4. 56-cı sual. Kalium hidroksidin suda 28%li məhlulu. Məhlulda atomların sayı. Deməli kalium hidroksidin 28%li məhlulu. Baxırıq ki, məhlulumuzu götürək, məsəl üçün bir elə 100 qram düşünək məhlulumuzu. Onun üzərindən istənilən bir ədəd qoya bilərik biz burada. Məhlulumuz olsun 100 qram. 100 qram 28%li məhlul. Burada 128%, 28 qram kalium OH var. Yerdə qalan 72 qram da su var. Və gəlin bu kalium OH-la suyu molla ifadə eləyək. Çünki içində atomlardan söhbət gedir. 28 qram kalium OH özünün emiri 56-dır. 56-ya böləndə bu eləyəcək 0,5 mol. 72 qram H2O da 18-ə böləndə 4 mol eləyəcək. İndi burada kalium atomudur, hidrogendir, oksigendir. Baxaq görək. Deməli kaliumu A ilə işarələyiblər. A bərabərdir 0,5 mol kalium OH-da elə 0,5 kalium atomu var. Sonra B bərabərdir hidrogen. Hər ikisində hidrogen var. Toplayaq. 0,5 hidrogen birincindədir, 8 hidrogen aşağıdadır. 8,5 hidrogen atom var. Bu B-nin qiyməti. C bərabər, C də oksigendir. 0,5 oksigen yuxarıdadır, 4 də aşağıda suda. 4,5. 4,5 eləyəcək buradakı oksigenin qiyməti. Yəni ümumilikdə oksigen atomunun qiyməti. Və bu baxaq görək hansı münasibət doğrudur. Birincidə B-ni A-ya bölsək 17-ni verirmi? Yəni 8,5-i bölsək A-ya, yəni 0,5-ə, 85 bölsün 5, 17-ni verir. Bəli, bir doğrudur. İkinci B-ni C-yə bölsək 8. 8,5-i 4,5-ə böləndə 8 eləməz. 2 yanlışdır. C-ni A-ya böləndə 8. C 4,5-i A-ya 0,5-ə, 45 5-ə elə bir bölünür. 9 edir. Yanlışdır üçüncüdə. 4-də A ilə B-nin cəmi C-yə bölək. A ilə B-ni toplayanda 9-u verir. C də 4,5-dir. Böləndə də eləyəcək ki, bəli, dördüncü də doğrudur. Deməli, doğru cavab olacaq 1, 4. 57-ci sual. Xlorun xassələri. Baxaq dənə reaksiyalara. Deməli, birinci A variantında reaksiya 1 olacaq. Xlor 2 üzərinə kalsium OH gələndə elə bunun qarşısında qeyd edə bilərik. Elə kalsium xlor 2 plus kalsium xlor O3 2 plus su. Yəni burada temperatur olmasa kalsium xlor O mötərizə indeksində 2 olardı, amma temperatur olanda xlor O3 2 olur yəni. Burada xlor 0-dan gəlir həm -1-ə, həm də müsbət 5-ə. Yəni həm oksidaşır, həm də reduksiya olunur. Onda həm oksidaşdırıcı olacaq, həm də reduksiya edici olacaq. Yəni 3-ə A variantı olacaq. 1 2 3. 3-ə olacaq A. Sonra B variantı. Sinkin üzərinə H xloru gəlir. Sink xlor 2 plus H2. Burada sink də dəyişir, hidrogen də dəyişir. Ona görə həm belə deyək də söhbət xlordan gedir. Xlor amma dəyişmir. Xlora baxın -1, burada da -1. Xlor dəyişməyib. Onda B heç birinə aid olmayacaq. Keçək C variantına. C variantında kalium xlor plus kalium xlor O3 plus H2O. Burada da xlor 0-dan gəlib -1-ə, bir də müsbət 5-ə. Elə A ilə C bir-birinə oxşar reaksiyadır. Sadəcə orada kalsium, burada kaliumdur. Deməli, həm oksidaşdırıcı, həm də reduksiya edicidir. C-ni də götürəcəyik 3-ə. Sonra D variantında. Deməli, kalium xlor O3 manqan O2-nin iştirakında parçalanır. Kalium xlora, bir də oksigenə. Burada xlor müsbət 5-dən gəlir -1-ə.
üstü azalır, reduksiya olunur. Olur oksitləşdirici, yəni 2-yə götürəcəyik. 2-yə götürürük D-ni. Y variantında alınır manqan, xlor 2 plus xlor 2 plus su. Burada xlor mənfi 1-dən gəldi 0-a. Oksidləşdi. Oksidləşəndə də reduksiya edici olur. 1-ə də götürəcək Y variantına. İndi keçək situasiyaya. Deməli, situasiyada deyir ki, sulfat turşusunun suda 490 qram duru məhluluna dəmir lövhə daxil edilir. Turşu tam reaksiya daxil olduqdan sonra T1A-na lövhə məhluldan çıxarılır və məhlula maqnezium lövhə daxil edilir. Maqnezium lövhə məhluldan çıxarılan zaman T2A-nı deyir. Onun kütləsinin 3,2 qram artdığı, məhuldakı dəmir duzunun mol miqdarının isə 20% azaldığı müəyyən edilir. Son məhlula natrium hidroksid əlavə edən zaman deməli, ağ və yaşılımtıl çöküntülərdən ibarət qarışığın alınması müşahidə olunur. Deməli, ilk öncə dəmir lövhə sulfat turşusuna daxil edilibdir. Deməli, gəlin reaksiyanı yazaq. Dəmirin deməli sulfat turşusuna reaksiyasını yazacaq. Dəmir plus H2SO4. Buradan alınır dəmir duru sulfat. Duru sulfatsa dəmir SO4 plus H2. Bu şəkildə gedir reaksiyamız. Sonra deyir ki, turşu tam reaksiya daxil olduqdan sonra, yəni bu arada turşu tam girib reaksiya, daxil olduqdan sonra lövhə məhluldan çıxarılır və məhulla maqnezium lövhə daxil edilir. Artıq məhlul dəmir 2 sulfat məhluldur, dəmir SO4. Ora maqnezium lövhə daxil olur. Deməli, dəmir SO4, maqneziumla reaksiyaya girəcək. Buradan alınacaq maqnezium SO4 plus dəmir. İndi deyir, maqnezium lövhə məhluldan çıxarılan zaman onun kütləsinin 3,2 qram artdığı, davamı sonra oxuyarıq. Deməli, lövhənin kütləsi 3,2 qram artıq. Baxaq görək, bizdə lövhə 24-dən gəlib 56-ya. 56-dan çıxırıq 24-ü. Lövhənin kütləsini bu şəkildə müşahidə edirik. Görürük 32 qram artıb bizdə hal-hazırda, yəni vəziyyət bu yerdədir. Amma burada deyir 3,2 qram artıbdır, yəni 10 dəfə kiçik. Deməli, bu reaksiya, yəni hal-hazırda hamısı 1 moldusa 10 dəfə kiçik 0,1 mol olacaq. Yəni 32 qram artanda tutalım maqnezium 24 qram isə, belə deyək, 3,2 qram artanda 3,2 qram artanda maqnezium 2,4 qram olacaq. Məsələn, üstünə gətirib yazarıq, bax 2,4. O 2,4 olanda burada nə lazımsa taparıq. Tutalım dəmir SO4 1 mol idi, olacaq 0,1 mol. Maqnezium sulfat məsəl üçün 1 moldur, 0,1 mol. Belə, dəmiri də 5,6. Hamısını taparıq. İndi nə lazımsa oxuyaq davamın. Deyir ki, məhluldakı dəmir duzunun mol miqdarının isə 20% azaldığı müəyyən edilir. Deməli, maqnezium lövhə çıxarılan zaman onun kütləsinin 3,2 qram artdığı, bunu bildik. Bunu da hər şeyi tapdıq. Məhuldakı dəmir duzunun mol miqdarı isə, deməli, məhulda dəmir duzu söhbət dəmir SO4-dən gedir. O da birinci tənlikdə alınmışdı, əmələ gəlmişdi. İndi oradan nə qədər əmələ gəlibdirsə, onun 20% azalıb. Deməli, bu növbəti maqneziumla reaksiyaya girən dəmir SO4, bunun əvvəlki miqdarının 20%-idir. Yəni, neçənin 20%-i 0,1-dir. Ona bir tənasüb quraq görək, bu dəmir SO4 ilk öncə nə qədər əmələ gəlmişmiş. Yazaq ki, 20% əgər 0,1-dirsə, hal-hazırda dəmir SO4 tapmışıq ki, tənlikdə elə indicə üstünə yazdıq ki, 0,1 mol dəmir SO4 reaksiya sərf olunubdur. Bəs 100% əvvəlcə nə qədər olub? X. Bu da eləyəcək 5 dəfə artıb 0,5. Deməli, bu qədər mol dəmir SO4 əmələ gəlmişmiş. Əmələ gəlib ilk öncə birinci reaksiyada, birinci reaksiyada deməli nə qədər dəmir SO4 əmələ gəlib 0,5 mol. Gətirək elə bu reaksiyada dəmir SO4-ün üzərinə 0,5 mol yazaq. Özü də 1 mol. Nə lazımdır orada da tapa bilərik. Sonra deyir ki, taokanı, sonra onun kütləsinin buralarını oxuduq. Deyir, son məhlula natrium OH əlavə edən zaman ağ və yaşılımtıl çöküntülərdən ibarət qarışığın alınması müşahidə olunur. Görək, indi bizdən istədikləri nədir? 58-də deyir, müvafiq hesablamaları qeyd etməklə cavab vərəqində məhlulda dəmir duzunun mol miqdarının dəyişməsinin zamanla asılı qrafikini qurun. Məhlulda dəmir duzu. İlk öncə biz görək dəmir duzu burada nə edib? Yəni nə işlər görübdür? Dəmir duzu ilk öncə əmələ gəlib. Fikir verirsiniz. 0,5 mol. Sonra onun 0,1 molu deməli sərf olunubdur.
Onun 0,1 molu maqneziumdan işlənib sərf olunubdur. Hətta son məhlula natrium OH əlavə edən zaman ağ və yaşımtıl çöküntülərdən ibarət qarşının alması müşahidə olunur. Deməli, burada dəmir SO4-ün 0,5-dən 0,1-i işlənəndə, bax, burada qeyd edək, 0,5 idi, 0,1-i sərf olundu, 0,4 mol məhlulda dəmir SO4 qaldı. O qalan dəmir SO4-də hətta bura natrium OH əlavə eləyəndə natrium OH-la reaksiyaya girəcək. Deməli, dəmir OH natrium OH-la reaksiyaya girəcək. Buradan alınan maqnezium sulfat natrium OH-la reaksiyaya girəcək. İndi bizdən dəmir duzunun qrafikini istəyirsə, dəmir duzunun qrafiki, deməli, qrafikimiz bu şəkildə olacaq. Aşağıda çəkək, tam rahat. Deməli, burada bura yazaq 0,5. Bura yazaq 0,4. Bura olsun tau 1 anı. Növbəti tau 2 anı. Belə, əvvəlcə deməli 0,5. Deməli 0,5 mol əmələ gəlmişdi birinci tənlikdə. Biz onu gördük. Deməli birinci 0,5-ə qalxacaq. Tau 1 ilə buranı məsəl üçün götürsək, buradan gələcək bura. Bu qədər əmələ gəldi. 0,5 mol əmələ gəldi. Sonra tau 2 anında gələcək 0,4-ə tau 2. Düşəcək 0,4-ə. Bura. Hətta belə deyək. Axı natrium OH-la da son məhlula natrium OH əlavə eləyəndə axı bu tamamilə bitəcək. Əgər bizdən tau 1 və tau 2 anı ilk bunları soruşsa, qrafiki bu şəkildə çəkərik. Yox, indi biz ümumiyyətlə, yəni bizə deyir ki, ümumiyyətlə dəmir duzlu mol miqdarının dəyişməsinin zamanı asılı qrafikini qurun. Ümumiyyətlə, məhlulda dəmir duzu. Məhlulda dəmir duzu, yəni axıra qədər nə iş görür, biz ona uyğun qrafik çəkək də. Sonra bir dənə də zaman anı, növbəti tau 3 lap yazaq bura. Buradan da gələcək, deməli, bu hissədən də yekunda gəlib düşəcək 0-a. Yəni, burada tau 3-ü burada götürək. Belə, bu şəkildə. Sonra da yəni bitəcək də. Yəni, ilk öncə 0,5 mol əmələ gəlir. Onun 0,1 molu sərf olunur, 0,4-ə düşür. Ondan sonra da tamamilə gəlir, bitir. Belə, indi bizdən başqa nəyi soruşur? Əmələ gələn maqnezium duzunun kütləsini hesablayın. Gəlin maqnezium duzuna baxaq, hansı reaksiyada alınıb? Dəmir SO4-ün maqneziumla reaksiyasına. Burada deməli, maqnezium SO4-ün üstündə mol 0,1-i silək ilə bir dənə yazaq x qram, altdan da bunun emeri 24, 90, 120. Buradan x nəyə bərabər olur? 10 dəfə kiçiləndə olacaq 12 qram. Bax, buradan biz bunu taparıq ki, əmələ gələn maqnezium duzun kütləsi 12 qramdır. Bu 58 də qrafik idi, bir də 12 qram idi. Bunları tapdıq. Sonra deyir ki, 59-cu sualda turşu məhlulunda H2SO4-ün kütlə payını. Və turşu məhlulunda H2SO4-ü gəlin bir dənə tapaq birinci reaksiyada. Axı bizə şərtdə dedi ki, turşu tam reaksiya daxil olduqdan sonra tam reaksiyaya girib turşu. Altdan kütləsi 98-dir, üstdən x qoysaq, bu da yarısı olacaq 49. Deməli bizim bu 490 qramlıq məhlulumuzda cəmi 49 qram turşu olub. Görək neçə faizdir? Neyiniyək? Onda 49-u bölək 490-a faizi tapmaq üçün. 49-u bölürük məhlulun kütləsi 490-a, vururuq 100-ə. Bu da eləyəcək 10%. Və ayrılan hidrogen həcmini. Ayrılan hidrogen də ilk öncə birinci reaksiyadan alınıb. Elə hidrogenin üstə bir x litr yazsaq, altdan da 22,4 litr. X də buradan çıxacaq 11,2 litr. Deməli, ayrılan hidrogen oldu 11,2 litr. Bu da 59-cu cavablardır. Həm kütlə payını istəyirdi. Birincisi 10%, ikincisi də 11,2 litr. 60-cı sualda deyir, cavab fərəqində verilmiş cədvəli tamamlayın. Deməli, burada verilmiş cədvəl indi tam olaraq bilmirəm nədir. Amma şagird burada yazıb molekulyar, sonra yazıb tam ion, bir də yazıb qonurlaşan yaşıl. Deməli, biz bu reaksiyaları yazaq. Bayaq axı natrium OH məhlula əlavə olunmuşdu. Orada məhlulumuzda dəmir SO4-dən qalmışdı. Bizim dəmir SO4-dən deməli 0,4 mol qalmışdı deyə. Bu da girəcək natrium OH-la reaksiya. Buradan alınır natrium sulfat, bir də dəmir OH2. Cədvəldə indi bunları istəyir də, yəqin ki, dəmir OH2 və dəmir OH2 yaşılımtıl çöküntüdür. Yaşılımtıl. Sonra bunu əmsallaşdıranda bura 2 yazsaq düzələcək. Sonra bir də maqnezium sulfat. Axı o da var məhlulda, o da girir natrium OH-la reaksiya. Buradan da alınır natrium sulfat, bir də maqnezium hidroksid. Maqnezium hidroksidin də rəngi elə ağ rəngli. Ağ rəngli çöküntü də budur. Bu da çöküntüdür. Belə. Bunlar hər ikisi dəmir OH2-də, bu da çöküntüdürlər. İşarə qırmızı ilə qoydum. Belə, indi bizdən əgər molekulyar tənliyi istəyirsə, molekulyar tənlikləri budur. Tam ion tənlikləri deyəndə də hər ikisinin tam ion tənliyi yazaq. Yuxarıdakı dəmirinki yazsaq, dəmir 2 müsbət, SO4 2 mənfi, 2 natrium müsbət, 2 OH mənfi,
alınır. 2 natrium müsbət, SO4, 2 mənfi plus dəmir OH2 olduğu kimi qalır. Belə bu şəkil. Bu oldu bunun tam iyon tənliyi. Qısa desə məsələn natriumdan SO4-lər gedər. Yerdə qalar dəmir, OH, dəmir OH2. Belə. İndi eyni də maqneziumda yazsaq, bu da eyni qaydadadır. Yenə də yazaq. Maqnezium 2 müsbət, SO4 2 mənfi, 2 natrium müsbət, 2 OH mənfi. Burada da eyni ilə əmsal 2-ni unutduq. Buradan da alınacaq yenə 2 natrium müsbət, SO4 2 mənfi, bir də maqnezium OH2 olduğu kimi qalır. Belə bu da deməli digər reaksiyanın tam iyon tənliyidir.